Herkese salam, kanalıma, videoma xoş gəlmisiniz. Yeni bir vloguma başlayıram. Gördüğünüz kimi burada özüm anam pişti olanda tort pişirmişəm. Yəni pişirmişəm deyəndə korları alınmadı. İçini skuşonla eləmişəm. Midove tort kimi. Əslində midove tort da ballı olur, amma mən skuşonla elədim və üstünə belə qozları rəndədən keçirdib vurdum. Amma belə çox sadə hazırladım. Dedim kimi korju hazır idi, amma dadı həqiqətən çox dadlı olmuşdu. Üstüne pozmayacağım. Doğma sifarişim vardı. Atam sağ olsun getdi mənə sapımı aldı. Bu penye sapı aldı. Kruçok aldı. 3 dənə aldı. Bir 6 nömrə. 2 dənə də baxın. Bu 6 nömrədir. Yox, bu əlimdə göstərdiyim indi 2 nömrə silikon. Bu 6 nömrə silikon. Oradakı göğüsü 2 nömrə mənim həmişə aldığımdan idi. Ancaq mən istəmsiz çox sıxdığım üçün, onlar əlimdə sındığı üçün bu dəfə silikondan aldı atam. Sumka toxuyacağım, onu da deyim. Onun o qarmaqları və sepi. Burada görürsünüz, gedişatı sizə göstərirəm. Və bu deyəm. Düşdük. Bu arada salamlaşmak yadımdan çıktı. Yalanını nasıl kestin sen? Benim elim olmuyor. Dostlar, bir daha salam. Keçən gün sizə göstərmirəm bulduq üçün. Belə. İndi bacına yəni mən əvvəl dəfə yedirəm bacıma qardaşım. Yəni özümüzə pankek eləyirəm. Belə qatağına falan tökdüm, çöpoşluq eləyəcəm. Orada çayımı qoymuşam qaynamağa. Bura rəqəmlə dəhşət bir gündədir. Onu indi birazdan yuyacağım. Pankek pişəndən sonra qarnımızı doyuraq. Bu arada saat 14:40-dır, paşdı 3-dür də, yəni ki, gün 6-cı gün olduğuna görə gec yatıb, gec durmuşuq. Daha mən gec durmuşum. Fatimə qardaşım tez durmuşdu. Amma hələ biz yeməyimizi yeməmişik. İndi eləyim, qəşəngcə yeyək. Dostlar, qablar bitdi, amma mən də bitdim. Həqiqi yemələr də valla. Rakımlarımızı belə səp-sələ elədim. 2 dəfə də zibili dəyişdirdim və bu da mutlu son. Kürəyim elə ağrıdı. Baxın, belə bir pankek eləmişdim, kakaolu. Hələ bu qədəri pişib. Burada da pişir. Bu arada saat 4'te bilmirəm pankek niyə bu qədər gec olur. Amma belə. Gün ortaya da kaşuka fri eləməyə düşünürəm, amma bilmirəm. Heç halım yoxdur da. Number 2, I'm only allowed to use this one color, blue. Number 3, I can't use a pencil to sketch, a pen to eat, only these blue markers. So if I mess up, there's no going back. Alright, now let the challenge... Kenan. Sen bugün neydin? Sen bugün neydin? Ben bugün pilav yedim. Çakama çok güzeldi. Dostlar, tam olaraq 02:00-da özüm də videonu görəcəkdim. Elə saata baxdım ki, saat da deyim sizə, elə baxdım ki, tam saat 2-dir elə. Baxın, indi mən modeli qoyaram bura. Belə eləyim ki, bura model qoyum. Həmən o papatyalı breloku edirəm. Burasını hördüm. İndi ən qəşəng qismi, ən zevkli qismi burasını eləyirəm. Eləyəndən sonra göstərəcəm. Dostlar, indi isə soyuq əllər istiyorlara getməyə planlaşdırırdıq. Amma təəssüf ki, yolda elə gedə-gedə birdən mənim içimə qurd düşdü ki, ana. Dedim ki, ana, birdən gedərik, açıq olmaz ora. Anam da belə şübhələndi və maraqlandı ki, nə vaxta qədər açılmış, öyrəndi. Ayın 8-nə qədər açılmış ora. Ona görə
soyuq əllər istəyirələrə gedə bilmədi. Amma bulvara getdi, Targoviya getdi, orada biraz elə belə gəzdi. Ondan sonra bulvardakı o yarmarkaya getdik. Burası anamın uşaqlıqda getdiyi bağçadır, 111 sayılı uşaq bağçası. Ben gözümden inanmamamla herhalde geldim. Bir taş kartok çipsini içerdi. Sen keçtin de. Görün. Zeynep, Zeynep. Burası bulvardakidir. Hani burada şu elimleri. Sen de karanlık çekilsen. Ne oldu?
fidanı. Sürüşmür heç. Kırdan burada. Sen de içirsen mi? Dostlar burada moç aldıq, 2 dənə şokoladlı aldıq, 2 dənə də çiçəkləri aldıq. Yəni normal idi. Biz şokoladın dadına baxdıq. Toçna Bakılı qızın dadını verdi. Onu yeyəndən sonra da belə 2 dənə də çay götürdük. Moçilərin birinin qiyməti 3 manat idi. Yəni bilmirəm, məncə dəyməzdi. Bu da kestanədir. Çayı isə stakanına 1 manat idi. Mochi bildiğiniz kimi Japon şirniyyatdı. Biz onu YouTube'da falan görəndə belə yumuşaq idi, amma alandan sonra gördük ki, bərkitdi. Sonradan öğrendik ki, o bizim YouTube'da gördüklərimiz içində kremdir, nədirsə elə bir şey var. Ya cheesecake'dir, nəsə elə bir şey. Bizim aldığımız isə marjinalı idi. Yəni kopya elə marshmallow ilə Bakılı qızı birləşdirsəz o dadı verərdi. Yəni belə, amma dadı pis değildi. Yəni marjinal da adi. Yorumlara yazarsınız, siz böyle soğuk eleştirilere veya bu yarmarkaya geldiniz, nelerinden ne baktınız, yorumlara yazarsınız. Həqiqətən də beğendiğiniz bir şey oldu mu, yəni elə bir şey oldu mu deyəsiniz ki, həqiqətən də bu qiyməti hak eləyir. Əgər elə bir məhsul, bir daddısa, onu mütləq yorumlara yazın. Videoma axıra qədər baxdığınız üçün çox təşəkkür edirəm. Videoma like atmağı və mütləq kanalıma abunə olmağı
unutmayın ki, belə gözəl videolar daha çox gəlsin. Sağ olun.